2025-ci ilin ikinci cəhdinin dinləməsini işləyirik. İndi bir dəqiqə vaxtınız var, oxuyun. Amma ki, bu artıq son dərsimizdir. Yenə də bəzi ipuçları yada salaq. Baxın, məsələn, 4-ə baxın. It's clear from the dialogue. Yəni, bu dialoqdan nə aydındır? Yəni, burada düzgün olan cavabı seçəcəksiniz. Və mətndə də dinləmədə də düzgünü seç, səhvi seç deyəndə xatırlayaq. Hansı sözlər olsa səhv idi? Uşaqlar, kim deyə bilər? Zəhmət olmasa biraz aktiv iştirak edək. Hansı sözlər olsa səhv idi? Only və all olsa, sonra always, never. Və bu ipucular da only, all'u əzbərləmisiniz, amma zaman zərflərinə də fikir verin. Only, all varsa. İkincisi, always, never. Bax, burada, bu dinləmədə bu ipuculara görə səhv edəcəklər. Always, never, seldom, sometimes, bəzən, heç vaxt, həmişə, often. Diqqət edin, bunlar olanda səhv olur çox bəzən. Çünki məsələn orada always deyir, burada məsələn deyir ki sometimes. Üçüncüsü, inkar cümlələr səhv olur dedik. İnkarlığı yaradan nədir? İnkarlığı yaradan no, not, never, hardly bunlara diqqət edirik. Və Bir də rəqəmlərə düzdür. dördüncü Tarix rəqəmləri səhv olur. never bir də hardly daha doğrusu. Hardly-ni də unutmayaq. Hardly bunlara fikir verək. Və bəli, əgər bu ipucular yoxdursa, orada əsas bəli, nələri dəyişə bilər? Düzdür, rəqəmləri fərqli deyə bilər, sifətləri fərqli deyə bilər. Sonra nə? Zaman zərflərini fərqli deyə bilər, məkanları, adları, kəmiyyətlərə xüsusi diqqət. Bax, keçən dəfəki qəbulumuzda, keçən ilkində, 2024-ün qəbulunda, orada deyirsən, many deyirdi, cavabda amma FU deyirdi. Deməli, səhvdir. Çünki many çoxdur. Many-ni nə ilə əvəz edə bilər? Many, much, a lot of, lots of, plenty of. Mətn dinləmə ipucularında bunların hamısını qeyd etmişəm ətraflı şəkildə. Yenə də imtahana getməzdən əvvəl baxarsınız. Bir də ki, nə deyəcəkdim mən? Ayda. Hə, bax, bilmirəm indi baxmısınız yoxsa yox. 2024-ün aprel qəbulunda orada deyirdi ki, 1835-ci ildə Farah yoxsa Melci, qızın adı idi orada, Londona getdi. Moved to London. In 1835, she moved to London. Londona köçdü. Cavabda deyirdi ki, in the mid 30s, in the mid 30s of the 19th century. 19th century. 19th century. He traveled to London. Bax, neydi? 1835-ci ili nə ilə dəyişdirdi əslində? Ümumiyyətlə uşaqlar, Salam axşamınız xeyir mənim. axşamın xeyirlərdir. Ümumiyyətlə illər çox hallarda cavablarda əsrlərlə əvəz olunur, diqqətli olun. 1835-ci 19-cu əsrdə, 35-ci ildə 30-cu illərin mid ortalarıdır da, düzdürmü? Və move to nədir? Köçmək, onu travel-ın əvəz edib. Deməli, doğrudur. Yəni, qısacası diqqət edin illərə, əsrlərə, illər əsrlərin əvəz olunur. Bir də more-a diqqət edin. More çox spesifik verir. More than daha çox. More-u nə ilə əvəz edə bilər uşaqlar rəqəmin qarşısında? Sinonim olaraq. Over-la, düzdür? Over. Over 100. Yəni, 100-dən çox. More than 100, 100-dən çox. Eyni anlamdaydı. Amma less-lə əvəz etsə, less nə deməkdir? Daha az. Aha. Sinonimi də nədir? Fewer ya da lower. Lower da ola bilər. And bir də var idi nə? Up to. Up to nə deməkdir? Məsələn, up to 100 deyəndə nə demək istəyir? Dak kimi. Sinonimi? Till until. Sinonimi by. Hə, till until da var, düz deyirsən. Till until da ola bilər. Belə, məsələn, indi qayıdaq dinləməyə. Dinləmədə baxın, yenə də deyirəm, bu
Niyə görə? Oxuyanda altına xəttin ki, mən buna fikir verməliyəm xüsusilə. Məsələn, bax 4-də düzgün istəyir də bizdən. The characters in Agatha Christie's novels seldom face moral confusion. Məsələn, burada bizə nəyi səhv deyə bilər sizcə? Yəni, ipucumuz nədir burada? Göz qabağında deyil sizcə? The characters in Agatha Christie's novels seldom face. Bayaq nə dedim? Always, usually, often, never, seldom, sometimes olan sözlərə diqqət. Yəni orada seldom yerine başqa bir şey deyə bilər. C variantında Agatha Christie's main characters Miss Marple, Hercule were pharmacist. Baxın adları səhv deyə bilər və yaxud da məsələn adlar pharmacist addır da. Prosta pharmacist nə demək uşaqlar? Pharmacist. Aptekçi, nəsə elə bir şey, apteklə. Farmas aptek değildi. Bəli, farmasi aptekdir. Pharmacist aptekçi, əczacı. Yəni peşəni səhv deyə bilər. Bunlar peşələri fərqli deyə bilər. Sonra məsələn deyək də bu neqativ anlamı olan feillərə diqqət edin. Məsələn avoid sözü, avoid nə demək idi? Avoid. Avoid. Çəkinmək, qaçınmaq. Bəli, qaçınma, gəlmək. Həmişə avoid olan cümlələr əksər hallarda səhv olur. Çünki cümlənin mənasını neqativləşdirir də. Və o neqativ mənalı feillərə diqqət edin. Məsələn, burada are overlooked. Overlook nə deməkdir? Juba başa düşməlisiniz. Söz ehtiyatı ortaya girir. Overlook nədir uşaqlar? Nə? Overlook nədir? Göz ardı etmək, əhəmiyyət vermək. Sinonimlər nə ola bilər Şəfa? Neglect, Bəli, ignore. disregard, ignore, ignore. Bunlar onun sinonimidir. Overlook, neglect, disregard, ignore. Nə demək oldu uşaqlar? Göz ardı etmək, laqeyd olmaq, etinasız yanaşmaq. Hə. Sonra Y variantında heç nə. Bəzən olduğu kimi eşitdiyimiz cümlələr doğru olur, ona da diqqət edin. Bir də ki, məsələn, 3-də də ipucular nələrdir? Məsələn, unlike her stories, Agatha Christie quite a monotonous person life. Burada bizim ipucumuz monoton, sifətdir. Sifətə diqqət edək. Sifətləri dəyişir. None of, inkarlıq var. Ay, inkarlıq var. Sonra məsələn, burada adları dəyişə bilər, düzdürmü? Sonra nə dedim? Worked as an archaeologist. Peşələrə fikir verin. Yəni belə. İndi mən dərsi rekorda vermişəm. Ha, rekorddadır. İndi bir dəqiqə vaxt verirəm. Oxuyun, səsləndirirəm. Bu niyə belə oldu? Müəllimə, neither-lə doesn't bir cümlədə işlənə bilər. Neither doesn't, hardadır ki o söz? Burada yoxdur, ümumiyyətlə soruşam. Məsələn, ikisi də inkar deyil. Bir cümlədə Kağıtdan iki inkar dərsə olur. gəlməmişdin. Hansı kənansan sən? Bəli, o kənar. Həmən dərsi gəlmişdin də. Bir də deyil, nə kənar, hansını dedin? Bir də deyil. Neither-lə doesn't bir cümlədə işlənə bilər. Neither doesn't, yox. Neither də inkarlıqdır, doesn't da inkarlıqdır. İki inkar bir cümlədə olmaz. Aha, oxuyun. Sualları da diqqətlə oxuyun. Who inspire? Inspire nə deməkdir? Inspire. Ruhlandırmaq. Bəli, ruhlandırmaq, cəsarətləndirmək.
Səsləndirin uşaqlar. Başlatdım. John, have you ever read any of Agatha Christie's books? Yes, I have read you. Murder Uşaqlar səs eşidirsiniz? Səs elə bir qırıldı, amma dəqiq bilmirəm, hamıda elədir. Bir dəqiqə təzədən səsi paylaşın. Səs paylaşılıb ama. Səs paylaşılıb. Mən özüm saxlatdırdım. Bir dəqiqə bax. Bir də deyirəm, görün səs gəlir. on the Orient Express. Gəldi səs. Aha, bəli. Başlatdım. John, have you ever read any of Agatha Christie's books? Yes, I have read a few. Murder on the Orient Express is my favorite. I love how unpredictable the endings are. Agatha really knew how to surprise readers. I agree. Her writing is so clever. Did you know that she had an interesting personal life too? She actually went missing for a while in 1926. Really? Well, that is strange. Why did she disappear? It was a difficult time for her. Her marriage was falling apart, and she was very upset. She left home without telling anyone and was found after 11 days in a hotel, suffering from memory loss. It was all very mysterious. Wow, that is odd. But her books are full of mysterious things too. How did she come up with such interesting plots? Agatha had a lot of non-science and history. She worked as a pharmacist during World War I, so she had a broad knowledge of poisons. Later, she married an archaeologist and traveled to many countries, which gave her ideas for settings and stories like Murder in Mesopotamia. Well, that is amazing. I did not know she had such a background. It makes sense now why her books feel so realistic and detailed. Exactly. Her life and knowledge really helped make her stories unforgettable. Many of her novels also deal with themes of betrayal, revenge, and justice. Her characters often face moral dilemmas, questioning right and wrong. Plus, her main detective characters, Hercule Poirot and Miss Marple, often reveal how appearances can be misleading. Səsləndirirəm bir dəqiqəyə yenidən baxın. John, have you ever read any of Agatha Christie's books? Yes, I have read a few. Murder on the Orient Express is my favorite. I love how unpredictable the endings are. Agatha really knew how to surprise readers. I agree. Her writing is so clever. Did you know that she had an interesting personal life too? She actually went missing for a while in 1926. Really? Well, that is strange. Why did she disappear?
It was a difficult time for her. Her marriage was falling apart, and she was very upset. She left home without telling anyone and was found after 11 days in a hotel, suffering from memory loss. It was all very mysterious. Wow, that is odd. But her books are full of mysterious things too. How did she come up with such interesting plots? Agatha had a lot of knowledge in science and history. She worked as a pharmacist during World War I, so she had a broad knowledge of poisons. Later, she married an archaeologist and traveled to many countries, which gave her ideas for settings and stories like Murder in Mesopotamia. Well, that is amazing. I did not know she had such a background. It makes sense now why her books feel so realistic and detailed. Exactly. Her life and knowledge really helped make her stories unforgettable. Many of her novels also deal with themes of betrayal, revenge, and justice. Her characters often face moral dilemmas, questioning right and wrong. Plus, her main detective characters, Hercule Poirot and Miss Marple, often reveal how appearances can be misleading. Elə. Yaza bildiniz? Yazdım. Fədaya. Fədaya qoşuldu. Yaxdan qız gözlüymüş. Fədaya dərsə bəsdən sən qəbul edin, qoşula bilmədin. Uşaqlar yazdınız yoxlayaq, yoxsa necə? Yazan var hələ də. Hemen bitirdik. Tamam. İndi doğru cavabları. Ay, bunu açın qədər. İkinci cəhət. Açın. Aha, ekran verin. Deməli, cavabları deyirəm, yoxlayın başdan ayağa. 1C, 2C, 3A, 4A, 5D. İndi keçdim mətnlərə. 6.1B, 2B, 3, 6.3B, 6.4A, 7B, 8D, 9Y, 10, 1, 2. 11.1B, 2B, 3A, 4A, 12D, 13B, 14B, 15, 1, 2, 3, 16D, 17C, 18Y, 19B, 20D. Aha. İndi suallarınızı verin. Kimin dinləmədə səhvi var? Ayda mən niyə gör- Birinci suala baxa bilərik. Ha, bir saniye Fədayət qoş.
Fədaya eşidirsən? Sən bir yaxdan atmısan. Mən burada yəni bildirim gəlmir. Mən gərək girib baxım görüm ki, sən kimsə bir atıb yoxsa yox. Dostluq deyiləm, şey qəbul. Birinci sual dedin, hə? Deməli, nə deməkdir? Uşaqlar, predict. Predict sözünün kökü nədir? Predict. Yəni predict sözü. Predict, to know something, to say about something beforehand. Yəni Baş verməmişdən qabaq bir şeyi bilmək. öngörü də, yəni belə qabaqcadan xəbər vermək, öngörü. Sinonimi nə ola bilər onun? Proqnoz vermək. Mən bu gün bu sözləri də belə davamlı soruşacağam. Proqnoz vermək başqa necə ola bilər? Forecast, qabaqcadan xəbər vermək. Predict, foresee, foresee də var. Foresee. Bizim belə bir şeydir. Amma indi orada belə deyir. Unpredictable nədir bəs? It was unpredictable. Yəni Agatha Christie'nin Gözlənilməz. gözlənilməz. Ay sağ ol. Neyinə sinonimdir? Unexpected. Unexpected. Agatha Christie'nin hekayələri haqqında fikrini deyəndə John deyir, it was unpredictable. Gözlənilməz idi. Agatha knew how to surprise readers. Oxucuları necə təəccübləndirməyi bilirdi. Mən onu predictable eşitmişəm və ya eşitməmişəm. Sonra da Qabağında. arxasınca dedi, axı Agatha knew how to surprise readers. Təəccübləndirirsə deməli gözlənilir bir şey deyil də. Deməli bilinməyən bir şeydir. Aydındır Tamilla. Deməli Mən də duymuşam burada. Aydındır. hə, çox adam predictable eşidib yəqin ki deyə yönəlib, amma görürsüz listeninglərdə belə sözü sinonimlə əvəz edirlər. Unpredictable-ı unexpected-dən əvəz edib. Sonlarını gözlənilməz hesab edir. Sonra 2-də var səhv edən. Mən 2-3-4-ə baxa bilərik. Deməli, Agatha Christie left home in 1926. 1926-cı ildə evi tərk etdi because arxasınca belə deyir. It was a difficult time. Çətin bir vaxt idi. Her marriage was falling apart. Evliliyi yəni dağılırdı da. She was very upset. Çox məyus idi. Evliliyinə görə. Difficult time. Her marriage was falling apart deyirsə, deməli marriage olan cavab yalnız hardadır? C-dədir. Deməli she was facing problems in her marriage. Face burada nə kimi gedir uşaqlar? Feil kimi. Nə mənada? Üzləşmək. Bəli. Deməli evliliyində problemlərlə üzləşirdi. Çünki niyə? Evliliyi was falling apart. Dağılırdı. Aydın oldu? Uşaqlar, treatment nə deməkdir? Müalicə idi o. Bəli, müalicə həm də behavior, davranış mənası var. Bax, indi bu üçdə dediyim ipuculara görə diqqətlə baxsaydıq, doğru tapa bilərdik. Məsələn, burada Agatha Christie had quite a monotonous personal life deyir. Burada sifəti səhv deyil. O da interesting deyil. Monotondur da, yəni monoton həyat, şəxsi həyatı vardı, amma orada interesting, maraqlı deyil. Sonra C-də inkarlıq var. None of Agatha Christie's stories based on her life experience. Agatha Christie'nin hekayələrinin heç biri onun həyat təcrübələrinə əsaslanmayıb. Səhvdir. Çünki hətta burada indi məsələn A variantında C variantının biraz əlaqəsi var. She married to an archaeologist. Arxeoloqla ailə qurdu and traveled to many countries. Bir çox ölkələrə səyahət etdi. Which gave her ideas of settings and stories. Bu da ona hekayələr, məkanlarla bağlı ideyaları verdi. Yəni onun təcrübələrinə əsaslanıb da, yəni əslində hekayələrin çoxsamaqda noun deyib. İnkarlıq var, deməli səhvdir. D-də nəyi səhv edib? Adı səhv deyib. O da Mesopotamia Murder əsərinin adını çəkmir. İlk başda onun favorite story'si Murder on Orient Express is my favorite story deyir. Amma burada Mesopotamia'nın adını çəkir, səhvdir. Y-də archaeologist onun her husband's name. Ərinin adı idi. Orada bak gör she married to an archaeologist. Arxeoloqla ailə qurdu. Orada qeyd edir pharmacist deyir. She worked as a pharmacist. Əczaçı kimi işləyib deyir during the World War First. Birinci Dünya müharibəsində əczaçı kimi işləyib.
Deməli, cavab qalır A variantı. Bayaq oxudum da bu cümləni. Deyir ki, o arxeoloqla ailə qurdu və çox ölkələrə səyahət etdi. Travel to many countries. Hansı ki ona məkanlar, hekayələr haqqında ideyalar vermişdi. Deməli, onda bu Agatha Christie'nin traveling experience, səyahət təcrübəsi onun üçün inspiration nədir uşaqlar? Inspire. Ne deməkdir inspire? Ruhlandırmaq, ilhamlandırmaq. Ruhlandırmaq, cəsarətləndirmək. Onun üçün ilham mənbəyi olub. Bəli, ilham mənbəyi olub ki, ona hekayələr, nə bilim, məkanlar haqqında ideyalar verib bu səyahətlər. Başa düşdünüz? Belə. 4'ü də demişdin. 4'də isə mən dediyim ipucular. Bax, orada Agatha Christie's novels often face moral confusion. Orada often deyir, burada seldom deyir, səhvdir. C'də nədir səhv olan? Peşə adını səhv deyir. Düzdür, deyir Agatha Christie's main characters, Miss Marple, Hercule. But orada dedektivdirlər onlar dedi. Dedektiv dedi, burada amma farmasist, əczaçı dedi. Deyir də, bəli, bunların adını bir-bir çəkir. Mən sizdən tərcümələrini soruşurum. Nə demək düşürlər? Honesty. Dürüst. Dürüstlük, betrayal, betray Xəyanət. etmək, revenge, revenge, sinonimdə avenge, revenge, avenge, qisas, intiqam, İntiqam. intiqam, justice, Ədalət. ədalət, theme, theme, Bu elə topic, subject, mövzu. topic, mövzu. Overlook'u bayaq dedik uşaqlar. Nə deməkdir overlook? Overlook. Bayaq dedik axı overlook, ignore. Görməzdən gəlmək. Bəli, gözməzdən gəlmək, göz ardı etmək. Yəni bayaq neqativ mənalı feillərə dedik, diqqət edin. Məsələn, avoid deyirdim çox hallarda səhv, overlook. Və bunlar biraz təhlükəli feillərdir. Orada bunların adını çəkir. Amma belə deyir, betrayal, revenge and justice were main themes. Əsas mövzular idi. Burada isə əksinə deyir ki, dürüstlük, xəyanət və intiqam kimi cəhətlər göz ardı edilir onun hekayələrində. Əksinə əsas mövzular idi axı deyir. Burada da true self-a görə səhvdir. That the appearance shows. A variantından hansı qənaətə gəlirik? Orada background haqqıdır. Background biz sizdə bir insanın keçmişi onun backgroundudur. Düzdür? I didn't know. Agatha Christie haqqında, həyatı haqqında qız danışandan sonra oğlan orada John deyir ki, I didn't know she had such a background. Mən onun belə bir keçmişi olduğunu bilmirdim. It makes sense why her books so realistic and detailed. Yəni bundan irəli gəlir ki, onun kitablarının belə realist və detallı olmağı deməli bundan irəli gəlir. Yəni onun keçmişindən irəli gəlir. Və sonra qız da qeyd edir, her life knowledge made her stories unforgettable. Bəli deyir, onun həyatı və biliyi, hekayələrini unforgettable, unudulmaz idi. Deməli, Agatha Christie's background significantly shaped the quality of her stories. Shape nə deməkdir uşaqlar? Shape. Forma deyil. Yox. Formalaşdırmaq. Hə, forma, feil kimdə formalaşdırmaq. Quality, Keyfiyyət. keyfiyyət, bəli. Deməli, Agatha Christie'nin keçmişi onun hekayələrinin keyfiyyətini əhəmiyyətli dərəcədə formalaşdırır. Bəli. Background nə idi bunun? Realistik edib, real, detail, detallı edib. Belə. 5'də var sual. 5'in də cavabı orada qeyd edir. What condition? Condition, şərt, vəziyyət, şərait. Hansı şəraitdə? Missing nə kimi gedir uşaqlar? After she went missing. Missing. Qaçırmaq, itirmək kimi. Bu da itmək mənasındadır. Bəli, o itəndən sonra hansı şəraitdə tapılıb? She was found in a hotel, suffering from a memory loss. Hansı vəziyyətdə? Suffering from memory loss. Suffer from Əziyyət çəkir. Xatirələr. Nədir burada? Loss nədir? yaddaş etkisindən əziyyət çəkən vəziyyətdə tapılıb. Tamam. Now, suallarımıza keçək. Movie gore nə deməkdir uşaqlar? Movie gores. Movie gore people who loves going to the cinema. Ne dedim mən? Sinemaya getmək həvəslisi. Sinema sevərlər də, sinemaya gedənlər.
Sore. What is sore? Bax, dünənlərim mən hansı vəziyyətdə bunları yazıb atmışam? 12-yə qədər dərs keçib, arada da hər saniyədə mən lüğətini yazıb atmışam ki, siz öyrənəsiniz, rahat yazasınız. Soar. Bir quşun belə qanadlarını açıb göyə ucalmasıdır. Bir də increase'dir. Increase nə deməkdir? Qaldırmaq, yüksəltmək kimi. Bəli, yüksəltmək, artmaq, artırmaq, increase, rise, raise bu anlama gəlir. Bəs heat İsitmək, random, random da anlıq kimi. təsadüfi, belə rastgele. Convenience, convenience, uşaqlar, rahatlıq, uyğunluq, rahatlıq, əlverişlilik. Timing, Vaxt. zamanlama. Zamanlama. Zamanlamada yəni belə gedir tərcüməsi, zamanlama. Tamam, suallarımızı belə, vendor nədir? Vendor. Vendor, a person who sells something. Sell, yəni to sell. Ne deməkdir sell? Satmaq, nəyisə Satmaq. satan insan. Yəni, satıcı. Al- Küçədə nəyisə satan, satıcı. Amma burada deyir steal. A person who steals things. Steal nədir uşaqlar? Oğurlayan insan. Uğurlama. Crowded nə deməkdir? İzdihamlı, çox insan olan yer. Craftsman. Craftsman. What is craftsman? Sənətkar. Nə oldu Sənətkar. craftsman? Sənətkar. Skilled. Bacarıqlı, sənətkar. Skill Bacarıqlı. bacarıqlı. Yes, bir de burada en çok karşınıza bunlar çıkıyor. Effort sözü. What is effort? Səy. Necə? Səy deyil. Yo, o efforttu. Sen dedin effort yazılar. Effort, if you can pay the money of something, if it means that you afford it. Nəyəsə pul xərcləmək. Pulu çatmaq. İmkanın olmaq. Bəli. Pulu çatmaq, İmkan olmaq. ödəyə bilmək, imkan olmaq. Tamam, indi kimin sualı var desin birinci mətndə? Kimin sualı var? No, heç kəsin sualı yoxdur. Yazmısınız ümumiyyətlə, kimlər yazıb bunu? Deyə bilər zəhmət olmasa. Yoxsa yazılmadan amma bir-birini Mən yazmamışam, düzünü desəm heç baxmamışam bugünkünə. Mən yazdım bir də ikinci mətndə bir dənə səhv var. Fədai sən yazmısan? Gəlin belə eləyək onda. Baxaq da indi rekorda da baxanlar şamızı görsün. Bir əsas məqamlara diqqət edək. But in the early 20th century, popcorn was a luxury that only var. Görürsünüz, only rich could afford. Sadəcə zənginlərin pulu çatdığı, ödəyə bildiyi bir lüks idi. Bax, nəyə gedirik? Ta ki anlamadıq. In the early 20th century, popcorn only the rich can afford deyir. In the early 20th century buradadır, düzdür. Və deyir ki, during this time, bu dövrdə popcorn was cheap. Ucuz idi deyirsə, ucuz idi. To make and easy to sell. Satılması, hazırlaması və hazırlanması ucuz və satılması asan idi. Deməli, onda sadəcə zəngin sözünə görə çıxdıq. Only the rich sözünə görə çıxdıq. Deməli, səhvdir. During the Great Depression, popcorn prices, price nədir uşaqlar? Qiymət. Qiymət, bəli. Was considerably high. Biz əsas Yəqin ki, çox yüksək o mənada. bax, burada indi bizə əsaslamamız lazım olan sənədir. Great Depression, bir də price-la high. Qiymətlər yüksək idi Great Depression dövründə. Great Depression-da bu hissədədir. Yəni, bura əslində hamısı bir-birinə əlaqəli bir şeydir. Burada deyir ki, customers could buy it. Əsas bir dənə bu lazımdır. Could buy it without spending much money. Customer nə deməkdir? Müştərilər deyir, onu çox pul ödəmədən ala Bəli. bilərdilər. Without spending much money. Çox pul ödəmədən ala bilərdilər. Çox pul xərcləmədən. Deməli onda, and this made popcorn an ideal snack during the Great Depression.
the time when people had little money. Və bu da deyir ki, insanların pulun az olduğu dövrdə, yəni böyük Great Depression dövründə popcorn ideal bir snack nə deməkdir? Abur cubur kimi qəlyanaltı gedir. Atıştırmalık. Nədir? Atıştırmalık gedir də elə bilən. Bəli, atışdırmalı. Yəni deyir ki, çox pul xərcləmirdilərsə, onda deməli səhvdir də bu. Burada prices qiymətlər yüksəkdir deyir. Səhvdir, false-dur. Sonra 3-də bax burada unpleasant. Sadəcə 2 dənə söz lazımdır. Popcorn has an unpleasant smell. Qoxusu pleasant, unpleasant nə deməkdir? Xoş olmayan. Xoş olmayan, xoşa gələn deyil idi. Amma burada smell-ın qabağında nə deyir? Lovely smell of popcorn. Sevimli qoxusu. Deməli, səhvdir. Bu sifəti dəyişir. Əslində çox rahat düşüb bu. İkinci qəbul, ikinci cəhət birincidən daha rahatdır. It didn't take sellers long to make popcorn in great quantities in the early 20th century. Yenə bu hissəyə baxırıq da, in the early 20th century. Və it didn't take sellers, baxın, it didn't require expensive equipment or complicated preparation. Və görürsən, sonra sellers could make large quantities quickly and affordably. It didn't require expensive equipment. Require nədir uşaqlar? Require, Tələbkar. tələb etmək. Bəli. Sinonimləri nədir? Demand, bir də request. Deyir ki, görürsünüz, bahalı təchizat və complicated nədir uşaqlar? Mürəkkəb deyil, Bəli, komplike. qəliz, mürəkkəb, çətin bir hazırlama tələb etmirdi. Sellers could make large quantities quickly and affordably. Satıcılar da böyük miqdarda, yəni bu böyük ölçüdə popcornlar tez hazırlaya bilirdilər və münasib qiymətə. Və deməli onda düzdür də, it didn't take sellers long to make popcorn. Popcornu hazırlamaq, böyük ölçüdəki popcornları hazırlamaq çox vaxt aparmırdı. Nədən bilindir? Çünki burada deyir, it didn't require complicated preparation. Çox qəliz bir hazırlama tələb etmirdi. Deməli, çox vaxt aparmırdı. Onda deməli, truedur. Sonra bax bu, which of